Salam uşaqlar, qeyri-üzv birləşmələr arası genetik əlaqə bölməsinin testlərinin izahına baxaq. Deməli, verib birinci sual, kalium hidroksid və duru sulfat turşusu ilə reaksiyaya daxil olan maddələri göstərin. A variantında karbon qazı çıxar. Karbon qazı turşu oksidi turşu ilə reaksiyaya daxil olmaz. Məsələn, C variantında maqnezium oksidi əsasi oksiddir, kalium hidroksid əsasdır. Reaksiyaya daxil olmaz. D variantında yenə kalsium oksidi əsasi oksiddir, kalium hidroksid əsasdır. Y variantında da dəmir 2 oksid əsasi oksiddir, kalium hidroksid əsasdır. B variantında xrom 3 oksid, həmçinin alüminium oksid, dəmir 3 hidroksid və sink hidroksid. Bu maddələrin hər biri amfoter xassəyə malik olan birləşmələrdir. Yəni, həm turşularla, həm də əsaslarla reaksiyaya daxil ola bilər. Elə sualın düzgün cavabı B variantı. İkinci sualla davam edirik. Deməli, natrium nitratın parçalanması nitratların parçalanması bölməsində var. Alınır natrium nitrit, bir də oksigen qazı. Təzədən oksigen qazının kükürdlə reaksiyasından alınır SO2. Sualın düzgün cavabı D variantı. Bu reaksiyadan dəmir 3O4-ün hidrogenlə reduksiyası verilib. Dəmir plus alınacaq H2O. H2O-nun da, yəni suyun da sinklə reaksiyası. Sink ortaq dimetaldır. Ortaq dimetallar su ilə sink hidroksid plus hidrogen verəcək. Sualın düzgün cavabı D variantı. Dördüncü suala baxaq. Amonium nitratın parçalanmasından alınır N2O, bir də su. Suyun da xlorla reaksiyası qızdırılma verilib. Deməli, alınır H-xlor üzərinə gəlsin, H-xlor-O. H-xlor verilib, deməli, Y hipoxlorid turşusu imiş. D variantı. Beşinci suala baxaq. Deməli, X hansı maddə ola bilməz? Əsasdır natrium hidroksid və qələvidir, yəni əsasdır. H-xlorla reaksiya daxil olar, yəni turşu ilə reaksiya daxil olur, sirkə turşusuna reaksiya daxil olur, nitrat turşusuna reaksiya daxil olur, sink oksid amfoter oksiddir, natrium hidroksidlə reaksiya daxil olur, amma maqnezium oksid əsasi oksiddir, əsasi oksid əsasla reaksiya daxil ola bilməz. Sualın düzgün cavabı Y variantı. Sonra 6-cı sual, deməli, sirkə turşusu deyir, hansı ola bilməz. Burada cavab eləyəcək B variantı. Əsasən üzvü bir reaksiyadır. Yəni CH3, COOH üzərinə biz xlor gəlsək, burada alınacaq CH2 aşağı xlor, COOH üzərinə gəlsin H xlor. Yəni aydındır ki, bu reaksiyada əgər X xlor olarsa, reaksiya bu istiqaməti, suyun alınması istiqamətində getməyəcək. Davam edirik 7-ci sualla. Gümüş nitratın parçalanmasından alınır deməli, gümüş bir nitratın daha doğrusu. Alınır, bu pasiv metaldır. Gümüş, NO2O2, deməli X gümüş imiş. Gümüşün də qatı sulfat turşusu, gümüş pasiv metaldır. Pasiv metal qatı ilə verəcək SO2. Sualın düzgün cavabı C variantı. 8-ci sualına davam edirik. Burada deməli, sink nitrat plus gümüş alınır. Gümüş qatı nitratla verəcək NO2. Duru ilə NO, qatı ilə NO2. B variantı. 9-cu sual. Natrium hidrokarbonatın parçalanması. Natrium karbonat, karbon qazı plus su. Karbon qazında 2 molekulu amoniakla reaksiyasından gübrələr. Deməli, karbamid gübrəsinin alınma reaksiyasıdır. Y variantı. 10-cu sualla davam edək. Deməli, dəmir 2 sulfat üzərinə gəlsin sink. Alınır sink SO4 plus, deməli, dəmir. Dəmir oksigenlə verir, dəmir 3O4. Dəmir 3O4 alüminiumla verir, deməli, alüminium 2O3 üzərinə gəlsin dəmir. Hansı mərhələdə sərbəst metal alınır? Elə cavab biri 1-dir, biri də göz görəsi 3-dür ki, burada sərbəst metal atomu alınır. 1 ilə 3. Natrium oksigenlə bilirik verir, natrium peroksid, natrium 2O2. Natrium 2O2 ilə karbon qazı ilə reaksiyasından alınırdı natrium karbonat, üzərinə gəlsin oksigen. İndi deyir ki, natrium karbonat hansı maddənin reaksiyaya daxil olur? Natrium karbonat duzdur. Duzla o vaxt reaksiya daxil olar ki, hər iki suda həll olsun, kalsium ortofosfat çöküntüdür. O cümlədən kalsium karbonat çöküntüdür, argentium klorgümüş bir xlorid çöküntüdür. Bunlarla reaksiya daxil olmaz. Natrium karbonat kalium hidroksidlə də reaksiya daxil olmaz, çünki nəticədə çöküntü almaz. Sualın düzgün cavabı D variantı. Natrium karbonat maqnezium hidrokarbonatla hər ikisi duzdur, hər ikisi suda həll olur. Nəticədə alınır natrium hidrokarbonat, maqnezium karbonat çöküntüsü. Çöküntü alınır deyə reaksiya gedir.
12-ci sualını davam eləyək. Hansı maddə həm natrium OH, həm də nitrat turşusuna reaksiya daxil olsun? Yəni həm əsas, həm də turşusuna reaksiya daxil olsun. Deməli biz orada amfoter xassəyə malik olan maddələr götürməliyik. Mis amfoter xassəyə malik deyil. Deməli olmaz. Karbon qazı amfoter xassəyə malik deyil, olmaz. Sualın düzgün cavabı 1 ilə 2 C variantı. Sonra davam edirik. Kalium hidroksid və qatı sulfat turşusuna reaksiya daxil olan maddələri. Yenə karbon qazı məsələn sulfat turşusuna reaksiya daxil olmaz. Ammoniak da əsasi xassəlidir özü. Əsasla reaksiya daxil olmaz. 3 ilə 4-ü çıxsaq, sualın düzgün cavabı B variantı. 14. Karbonun su buxarı ilə reaksiyasından CO plus hidrogen. Nə idi bu reaksiya? Deməli, su qazının alınma reaksiyası idi. Dəmir su ilə dəmir 3O4 üzərinə gəlsin hidrogen. CO və dəmir 3O4 Y variantı. 15. NO2-nin aydındır ki, su ilə reaksiyasından HNO3NO alınır. İndi NO2 X su, bir də oksigendir ki, Y-də verildi nitrat turşusu. Sualın düzgün cavabı B variantı. NH4 NO3-ün parçalanmasından N2O plus su xlorla H-xlor verir. O da C variantı. Yenə NH4 NO3-ün parçalanmasından N2O bir də su kalium hidridlə kalium hidroksid plus hidrogen verir. 17-də D variantı. 18-ci sualdan davam edək. Magnezium hidrokarbonat parçalanır. Kalsium hidrokarbonat parçalanır. Kalsium karbonat, karbon qazı, bir də suya. Təzədən karbon qazının magneziumla reaksiyasına magnezium oksid plus karbon. İndi magnezium oksid plus karbon, karbonu verdiyinə görə C variantı. Burada isə kalium karbonat, karbon qazı, bir də su, yenə magnezium oksid və yaxud da karbon, o da verib B variantı. 20-ci sualda mis 2 nitratın sinklə reaksiyasından sink nitrat plus misin də qatı nitratla reaksiyasından mis 2 nitrat NO2 bir də su olacaq. Sualın düzgün cavabı C variantı. Deməli, xlorun kalium hidroksi ilə qızdırıldıqda kalium xloro 3, amma adi şəraitdə kalium xlor O bir də su verir. Deməli, X kalium xloro 3-dür, o da olacaq D variantı. Yəni, natriumla da qızdırıldıqda verirsə natrium xlor O3, adi şəraitdə isə verəcək natrium xlor O. Sualın düzgün cavabı B variantı. Bu da orta fosfat turşusunun kalium hidroksidilə, yəni əsasən turşu arasında gedən reaksiyalardır. Deməli, 1-in 1-ə 1 mol su ayırıb, deməli verib kalium H2PO4, 1-in 2-ə kalium 2 HPO4, 1-in 3-ə də olacaq kalium 3 PO4. Bu da deməli hansı variant uyğun gəlir? B variantı. Sonra 24. Bu amofoz, diamofoz, triamofoz gübrələrin alınmasıdır. NH4H2PO4, NH4 3 dəfə PO4, NH4 2 HPO4. Bu da yəqin ki B variantına uyğun gəlir. Bəli. Davam edək 25-ci sualla. Kalsium karbid hansı mərhələdə əhəngin söndürülməsi? Yoldaşlar, əhəngin söndürülməsi budur. Kalsium oksid üzərinə gəlsin su, sönməmiş əhəng alınır kalsium hidroksid. Reaksiya isə adlanır əhəngin söndürülməsi reaksiyası. O da fikir verək 5-ci reaksiyada göstərilmişdir. 25C. 26. Hansı mərhələ birləşmə reaksiyasıdır? Baxaq. Kalsium karbid plus CO, bu əvəz olma reaksiyasıdır. Kalsium karbidin su ilə reaksiyası mübadilə reaksiyası. Birləşmədir mi bu? Burada su ayrılacaq. Xeyr, birləşmə reaksiyası deyil. Budur. Kalsium oksidi əsasi oksidin su ilə reaksiyasından alınır əsas. Kalsium hidroksid, o da eləyəcək B variantı. Alüminium 3 OH var. 1 H-dan 1 mol su ayrıldı. Əmələ gəldi. Alüminium dihidroksixlorid. Alüminium OH2 xlor.
Ya budur, ya bu. Aydındır ki 3 moluna verəcək alüminium xlor 3, o birisindən də alüminium OH, xlor 2, alüminium hidroksoxlorid. O da deməli D variantına uyğun gəlir. 28. Kalsium xloridin gümüş bir nitratla alınır argentium xlor plus kalsium nitrat. Kalsium nitratın da parçalanmasından alınır kalsium NO2 üzr istəyirəm. 2 dəfə kalsium nitrit plus oksigen. Davam edirik. Natrium karbonatının üzərinə kalsium nitrat gəldikdə kalsium karbonatı natrium nitrat, natrium nitratın yenə parçalanmasından natrium NO2, yəni natrium nitrit əmələ gəlir. Silisiumun florla reaksiyasından silisium flor 4, silisium natrium OH reaksiyasından alınır natrium 2 silisium O3 üzərinə gəlinsin hidrogen qazı. O da deyəsən B variantında verilib. Sonra burada yenə alınacaq natrium 2 silisium O3 üzərinə gəlsin hidrogen. Bu reaksiyadan isə silisium flor 4 üzərinə gəlsin hidrogen. Aydındır ki, X, Y hidrogen ola bilməz. Çünki fərqli maddələrdir. Natrium 2 silisium O3, silisium flor 4 A variantı. Kalium hidroksidin xlorla qızdırıldıqda reaksiyasından kalium xlor O3 alınacaq. Kalium xlorür Bertolli Zumanqon O2 təsirinə parçalanır. Kalium xlora bir də oksigenə. Oksigenin laboratoriyada alınma reaksiyası. 33. Kalsium hidrokarbonatın parçalanmasına kalsium karbonat, karbon qazı, bir də su. Karbon qazlı amonyakla 2 mol amonyakla verəcək. Karbamid CO NH2 2 dəfə. Gübrələrin alınmasında var. Deməli, qızdırıldıqda kalium xlor O3 plus su. Yəni, xlorid iyonu ilə xlorat kalium xlor O3 eləyəcək A variantı. 35-də kalium xlor O. Yəni, xlorid iyonu ilə hipoxlorid. O da deyəsən A variantına uyğun gəlir. Sonra, kalsium karbonatının H-xlorla reaksiyasında kalsium xlor, karbon qazı, su. Təzədən karbon qazında yenə amonyakla reaksiyasından alınır karbamid. Deməli, X karbon qazıdır, Y də karbamid. Deməli, o da D variantında verilib. 37-ci sual. Karbon oksigenlə verir karbon qazı. Karbon qazı yenə amonyakla verir karbamid. Bu reaksiyaların hər birini əslində biz dərslər keçərkən danışmışıq. Konspektlərdə, verdiyimiz konspektdə bütün reaksiyalar var. Sadəcə olaraq reaksiyaları oxumaq lazımdır. Magnezium hidroksidin H-xlorla reaksiyasını 1-1-ə verib. Deməli, magnezium OH xlor. Magnezium hidroksoxlorid. Magnezium sabit valentlidir. Valentli deməyə ehtiyac yoxdur. Magnezium hidroksoxlorid. Bu verib hidroxlorid ola bilməz. Ya D, ya E variantı. Yenidən magnezium hidroksoxloridin H-bromla reaksiyasından alınacaq H2O çıxır, magnezium xlor brom. Qarışıq duz əmələ gəlir. Yəni, magnezium xlorid bromid D variantında da olar, E variantında da. Yenidən bunun üzərinə qatı sulfatla təsir göstərdikdə, deməli, magnezium sulfat alınacaq, magnezium SO4 plus H xlor plus H brom. O da yəqin ki, magnezium sulfatı nəzərdə tutur. Bəli, sualın düzgün cavabı D variantı. 40-cı suala baxırıq. Alüminium hidroksidin 1-1-ə verirsə, deməli, 1 mol su ayrılacaq. Yəni, alüminium OH2 xlor. Alüminium dihidroksoxlorid. Valentliyi deməyə ehtiyac yoxdur. Alüminiumda valentliyi deməyə ehtiyac yoxdur. Alüminium dihidroksoxlorid. Dihidroksoxlorid, bu da səhvdir. Hidroksoxlorid verib. Ya B-dir, ya C. Bunun üzərinə 2 mol H brom gəldikdə, fikir verək. 2H ilə 2OH 2 mol suyu verdi. Olacaq alüminium brom 2 xlor. Alüminium dibromid xlorid. Və yaxud da alüminium xlorid dibromid. Və hansını verib? Alüminium xlorid dibromid 39 B variantı. Davam edirik 40 nömrəli sualına. Dəmir 3 hidroksid. Dəmir 3 hidroksidin sulfat turşusuna reaksiyasından verəcək dəmir OH SO4. Yəni, dəmir 3 hidroksosulfat.
Dəmir 3 sulfat deyil, dəmir 3 sulfat deyil. Bu da deyil, dəmir 3 hidroksisulfat ya adı ya Y. İndi yenidən bunun deməli barium hidroksidlə reaksiyasından aydındır ki, bu bariumla barium sulfat ayrıldı. Barium SO4, dəmirlə də dəmir OH 3 dəfə. Dəmir 3 hidroksid. Sualın düzgün cavabı Y variantı. 41. Mis 2 nitratın üzərinə natrium hidroksid gəldikdə natrium nitrat, mis 2 hidroksid, mis 2 hidroksidin də deməli X budur. Bunun üzərinə 1 mol H xlor gəlsək, 1 H ilə 1 OH gedər, mis OH xlor. Yəni mis hidroksoxlorid. Və mis dəyişkən variantı olduğuna görə mis 2 hidroksoxlorid deməli o da eləyir B variantı. Deməli, mis 2 xloridin natrium OH ilə reaksiyasının deməli olar mis OH2 üzərinə gəlsin natrium xlor. Bu oldu mübadilə və yaxud dəyişmə reaksiyası. Deməli, 1-ə aiddir 2. Məsələn, P2O5-in suyu ilə indi 0 da verə bilər, 20 də verə bilər, 100 də verə bilər, fərq yox. Gəl 100-ü götürək, 100 olsa olacaq H3PO4. Deməli, 3-ə də gəlir birləşmə 1. O da eləyəcək C variantı. Mis xloriddən də olacaq. Sink xlor 2 üzərinə gəlsin mis. Aydındır ki, bu da əvəz etmə reaksiyasına aiddir. Reaksiyalar və yenə onların tipləri. Məsələn, N2O5 biz bilirik ki, nitrat turşusu verir. Burada maqnezium xlor 2 plus dəmir verəcək. Burada kalium 2SO4 üzərinə gəlsin su verəcək. Deməli, birləşmə 1-ə elə 1 aiddir. İkinci, deməli, əvəz etmədir, 3 aiddir, o da eləyəcək Y variantı. Davam eləyək. Dəmir sərbəst xlorla dəmir xlor 3 verir, oxumuşuq. Stibiumda stibium xlor 3 verir, o da eləyəcək D variantı. X hansı maddə ola bilər? Deməli, natrium sulfat duzdur. Variantlara baxırıq ki, məsələn, Y variantı olmaz, H-xlor sulfatı sıxışdırıb çıxarda bilməz. Argentium xlorla plümüm xlor 2 olmaz, çünki hər ikisi çöküntüdür. Duzla duz o vaxt reaksiya girər ki, hər ikisi suda həll olan olsun, nəticədə çöküntü alınsın. A variantı ola bilməz, hər ikisi suda həll olur, nəticədə çöküntü alınmır. Niyə D variantıdır? Natrium sulfat da barium xlorid suda həll olur və nəticədə barium sulfat çöküntüsü alınır. Barium sulfat üzərinə gəlsin natrium xlor. Sualın düzgün cavabı. İndi 46-cı sualda yenə kalsium xloridin hansı maddənin reaksiyası ola bilər? Maqnezium karbonat olmaz, çöküntüdür. Mis karbonat çöküntüdür. Barium karbonat çöküntüdür. Natrium hidrokarbonat niyə olmaz? Çünki nəticədə çöküntü əmələ gəlmir. Alınır natrium xlor və kalsium hidrokarbonat. Kalsium hidrokarbonat da suda həll olan birləşmədir. Qalır yenə D variantı. Natrium xlor plus kalsium karbonat. Kalsium karbonat isə indi şifahi deyirəm və natrium xlor plus kalsium karbonat əmələ gəlir. Kalsium karbonat da biz bilirik çöküntüdür. Duzla duz hansı şərtlər daxilində reaksiya girirdi? Yəni, hər şey suda həll olan olsun, nəticədə çöküntü alınsın. 47-ci sual deyir, mürəkkəb maddə ola bilər. Elə biri birdir. Niyə? Çünki biz deyirik ki, karbon qazının üzərinə karbon gəldikdə nə verir? Alınır CO. Karbon 2, oksigen 2. Polad çubuğun istehsalında danışmışıq. Deməli, 1 olar. Bəli, ikinci reaksiyada olacaq. Natrium 2O2-in üzərinə natrium gəlirik, alınır natrium 2O. Yəni, bu reaksiyalar deyirsiniz ki, müəllim necə? Yəni, bunları ancaq biz əzbərləyirik. Hər biri də konspektimizdə var. Amma üçüncü olmaz. Niyə? Çünki üçüncü bu reaksiyadır. Natrium üzərinə gəlsin su, alınır natrium hidroksid plus hidrogen. Hidrogen laboratoriyada alınma üsuludur. Bunlar mürəkkəb maddələrdir, amma natrium bəsit maddədir. Ona görə düzgün cavab 47-də A variantı. 48-ci suala baxaq yoldaşlar. Birinci, ikinci qabda hidrogen ayrılır, üçüncü qabda isə NO. Nitrat turşusu ilə, durusu ilə NO verən, deməli Z pasiv metal olacaq. Pasiv. Natrium olmaz. Platinlə, ariumla heç yerdə danışmırıq. Deməli, A getdi, B getdi, D getdi. Yoldaşlar, aydındır ki, bunlar pasiv metal ola bilməz. Çünki pasiv metal duru turşularının heç vaxt hidrogen verməz.
Sonra bax, fikir verək, Y variantında civə var. Civə passiv metaldır. O duru turşulan H-xlor məhluluna reaksiya daxil olmaz. Ona görə 48-də qalır C variantı. 49-a baxaq. Hansı mərhələlər doğru deyil? Baxaq. Yoldaşlar, elə bir səhvdir. Niyə? Passiv metal su ilə reaksiya daxil olmaz. Biri götürəcəyik. 2 hər ikisində var, heç baxmağa ehtiyac yoxdur. Bu doğrudur, yəni bu niyə səhvdir yoldaşlar? Mis 2 oksid əsas oksiddir. Əsas oksidlər deyirik, su ilə reaksiya daxil olur, amma birinci, ikinci qrupun əsas yarımqrup elementlərinin əsas oksidləri. Məsələn, natrium 2O, məsələn, kalsium O su ilə reaksiya daxil olur. Və dərs silahında 100 dəfə demişəm, mis 2 oksid su ilə reaksiya daxil olmur. 1-2-ni götürəcəyik. Yoldaşlar, 3 doğrudur. Niyə? Əsasla turşu arasında gedən reaksiyadır. 4 yanlışdır. Niyə? Bax, duzla duz o vaxt reaksiyaya girər ki, hər iki suda həll olan olsun, nəticədə çöküntü alınsın. Mis 2 nitratda, natrium xlorda suda həll olur. Amma nəticədə alınır natrium NO3, üzərinə gəlsin mis xlor 2. Bunların hər iki suda həll olur. Çöküntü alınmadı. Çöküntü alınmırsa o reaksiya getmir. Çünki şərtimizdən biri pozulmuş olur. Davam edək 50-ci sualla. Deməli, mis 2 xlorid kalium hidroksidlə deməli ola bilər, mis OH2 də ola bilər, kalium xlor da ola bilər. Amma burada parçalanma verilibsə, deməli kalium xlor deyil. Y maddəsi ya mis 2 oksiddir, ya da deməli H2O-dur. H2O yenidən hidrogenlə reaksiya daxil olmaz. Deməli, mis 2 oksid üzərinə gəlsin H2. Buradan alınır mis plus H2O. H2O-nu da özü verib. Deməli, Z nəymiş? Mis. Mis hansı maddə ilə deməli reaksiya daxil olar? Yoldaşlar, mis natrium OH-ın daxil olmaz, duru turşularına daxil olmaz. Bax, duru turşular. Bir dənə qalır nitrat. Mis nitratın həm durusu ilə də reaksiya daxil olur, həm də qatısı ilə. Durusu ilə də, qatısı ilə də. Hər ikisində ortaq məhsul mis 2 nitrat, bir də sudur. Duru ilə reaksiya daxil olduqda reduksiya məhsulu NO-dur, qatı ilə isə NO2-dir. Sualın düzgün cavabı Y variantı. Sonra 51-ci suala baxaq. Deməli, biz dedik ki, bu alınır mis plus H2O, deməli bu misdir. Sulfat turşusuna mis SO4, SO2, bir də su. Bu olacaq SO3, bu isə olacaq kalsium SO4. Sualın düzgün cavabı 51-də A variantı. 52 piritin yandırılma reaksiyasıdır. Buradan alınır deməli dəmir 2O3 SO2, dəmir 2O3 sulfatla dəmir 3 sulfat, dəmir 3 sulfatında natrium OH-la reaksiyası. Dəmir 2 SO4 3 dəfə duz, üzərinə gəlsin natrium OH əsas. Duzla əsas o vaxt reaksiyaya girər ki, hər iki suda həll olan olsun, nəticədə çöküntü alınsın. Bəli, dəmir 3 sulfatda natrium hidroksid suda həll olur, nəticədə dəmir OH3, dəmir 3 hidroksid qonur, rəngi bir çöküntü əmələ gəlir. 53-cü sualda dəmir karbonata sulfatla təsir etdi. Dəmir 2 sulfat, karbon qazı su, dəmir 2 sulfat. Bu olacaq, deməli, dəmir OH2, dəmir OH2, dəmir 2 hidroksid, dəmir 2 hidroksidin də su oksigenlə reaksiyasından dəmir 3 hidroksid əmələ gəlir. Dəmir dərsində danışmışıq. Sonra 54-cü suala baxaq. Kalium xloru üçün deməli H-xlorla reaksiyasından bilirik ki, alınır kalium xlor, üzərinə gəlsin kalium xlor O, üzr istəyirəm, nə deyirəm? Kalium xlor üzərinə gəlsin, kalium xlor üzərinə gəlsin su. Kalium xlor üzərinə gəlsin, üzr istəyirəm, xlor 2 üzərinə gəlsin su. Xlor 2-ni verib, suya ehtiyac yoxdur. Deməli, X1 kalium xlor imiş. Kalium xlorun suda məhlul elektrolizi katodda hidrogen, anodda xlor qazı, məhlulda isə qalır kalium hidroksid. Kalium hidroksidin xlorla qızdırıldıqda reaksiyasına kalium xlor, kalium xloro 3, kalium xlor O3, bir də su. Kalium xlor üçün manqan O2-nə qızdırdıqda kalium xlor üzərinə gəlsin oksigen. Kalium xlor verib, deməli Y oksigen qazı imiş. Nə qəşəng maraqlı sualdır. 55. Silisium O2-nin karbonla reduksiyasının silisium plus CO, silisium natrium OH-ın suda məhlulun natrium 2 silisium O3 plus hidrogen, hidrogen də mis plus H2O. Deməli, silisium, hidrogen, mis.
O da eləyəcək 55-də Y variantı. 56. Kalium OH qızdırıldıqda kalium xlor O3 su. Kalium xlor O3 manqan O2 ilə kalium xlor oksigen. Deməli, kalium xlor oksigen amonyakda yanmasından qızdırıldıqda verməyib burada. İndi bir dənə bir şey deyim yoldaşlar, bu reaksiyalar yazaq. Birinci mərhələdə deməli alınır kalium deməli xlor üzərinə gəlsin, kalium xloro 3 üzərinə gəlsin su. Yoldaşlar, bəsit maddə əmələ gəlmədi. D getdi. İndi deməli ikinci halda deməli bu oldu nə? Kalium xloro 3. Kalium xloro 3 manqan O2 ilə parçalanmasından kalium xlor plus oksigen. Bəsit maddə əmələ gəldi. Biri 2-dir və hər ikisində var. Yoldaşlar, üçüncüdə isə oksigenin amonyakla reaksiyası fikir verib, burada yalnız T verib, katalizator verməyib. T veribsə alınır, N2 üzərinə gəlsin su. Əgər versəydi T-kat, yəni katalizator iştirakında artıq burada NO plus su yazardıq, ehtiyatlı olun. Deməli, burada da bəsit maddə əmələ gəldi. Sualın düzgün cavabı 2 ilə 3. A variantı. Davam edirik 57-ci sualın. Hidrokarbonatın üzərinə kalsium hidroksidini gəlib, deməli X olacaq kalsium karbonat. X oldu kalsium karbonat. Kalsium karbonatın parçalanmasından kalsium oksid plus karbon qazı, deməli Y-ə qaldı kalsium oksid. Kalsium karbonatın H xlorla reaksiyasından kalsium xlor 2, karbon qazı su. Sualın düzgün cavabı B variantı. 58-ci suala baxaq. Mis 2 xlor natrium OH ilə alınır mis OH2. Mis 2 hidroksidin parçalanmasına mis 2 oksid, hidrogenlə reduksiyasına mis plus H2O. 58 C variantı. Yoldaşlar, reaksiyalar maksimum dərəcədə oxumağa, yəni əzbərləməyə çalışın. Və bu bölmənin testləri mütləq şəkildə işləyin, çünki testi işlədikcə də insanın bəzi reaksiyaları yadına düşür. 59. Sink nitratın parçalanması, sink ortaq metaldır, alınır. Deməli, sink oksid, NO2 və O2. Sink oksid karbonla reduksiya olunur. Sink plus CO alınır. CO duru ilə reaksiya daxil olunur. Deməli, CO onda bu sink imiş. Sink duru sulfatla sink SO4 plus hidrogen verir. Yenə hidrogen mis 2 oksidlə mis plus H2O verir. Misi verdiyinə görə sualın düzgün cavabı deməli 59-da A variantı. 60-cı suala baxaq. Bunun yarısı burada düşüb, yarısı burada. Natrium oksigenlə peroksid verir. Natrium 2O2. Sulfatla deməli H2O2 plus natrium 2SO4, natrium 2SO4. Natrium 2SO4-ün üzərinə nə gəlsək, indi deməli X natrium 2O2-dir. Bu deyil. İndi o biri var. D ilə yeni də bilmirəm. Natrium HSO4 deyil, natrium 2SO4 A da deyil. Bu ola bilərin, bir dənə buna baxaq. Natrium 2SO4-ün üzərinə Z, kalium xlor gəlsə, yoldaşlar reaksiya getməz. Çünki natrium 2SO4 də suda həll olur. Kalium xlor da suda həll olur. Nəticədə natrium xlor plus kalium 2SO4 əmələ gəlir və hər iki suda həll olur, çöküntü alınmır. Ona görə B də olmaz. Deməli, indi məsələn bunlara baxaq. Natrium 2O2 elə bir dənə qalır bu variant. Bəli, barium xlorid olsa, həqiqətən gəl baxaq. Hara getdi bu? Y-ə dedib natrium 2SO4, natrium 2SO4. Barium xlorid olsa, bəli yoldaşlar. Barium xloriddən natrium xlor verər, bariumda sulfat verər. Yəni, natrium xlor burada alındı, barium sulfata çöküntüsü əmələ gələr. Sualın düzgün cavabı D variantı. 61-ci suala baxaq. Görək burada nə verib. X maddəsi bayaq dedik peroksiddir, natrium 2O2, B deyil, Y deyil. Natrium 2O2-nin karbon qazı ilə reaksiyasının alınır natrium 2CO3 plus oksigen, oksigeni verib. Deməli, bu deyil, bu deyil. Qaldıq C ilə D arasında. Natrium karbonatı NO2 ilə reaksiyasından natrium NO3, natrium deməli karbonatın natrium NO3, natrium NO2, bir də
Deməli, karbon qazı. Deməli, bu natrium NO2 imiş ki, natrium NO2 də elə parçalanmasından alınır natrium NO2. Sualın düzgün cavabı D variantı. 62. Hansı reaksiyalar getmir? Gəlin burada baxaq. Deməli, maqnezium hidrokarbonatı natrium karbonatla reaksiyasından alınır. Maqnezium karbonat çöküntüsü, bir də natrium hidrokarbonat, onu da burada verib. Deməli, X bu maddə imiş. İndi yoldaşlar, hansı reaksiyalar getmir deyir? Birinci reaksiya getməyəcək. Niyə? Duzla əsas o şərtlə reaksiya girək ki, hər iki suda həll olsun. Amma bu çöküntüdür. Deməli, birinci reaksiya getmir. Duzla duz o halda reaksiya daxil olar ki, hər iki suda həll olsun. Deməli, bu reaksiya da getməyəcək. Çünki bu çöküntüdür. Amma duzla turşuda maqnezium karbonat üzərinə gəlsin nitrat turşusu. Heç bir fərq yoxdur. Nitrat karbonatdan qüvvətlidir. Karbonatı sıxışdırıb çıxarda bilər. Maqnezium NO3 2 dəfə üzərinə gəlsin, karbon qazı üzərinə gəlsin su. Üçüncü reaksiyaya gedəcək. Sualın düzgün cavabı 62-də B variantı. 63-cü suala baxaq. Hansı maddələr verir ki, deməli, suda həll olur? Deməli, X natrium hidrokarbonat da ola bilər. Yəqin ki, bu natrium karbonatı nəzərdə tutur. Natrium karbonatdır. Natriumun bütün duzlar suda həll olur. Deməli, X-i götürə bilərik. Natrium karbonatın üzərinə kalsium hidrokarbonat gəldikdə natrium hidrokarbonat plus kalsium karbonat əmələ gəlir. Kalsium karbonat çöküntüdür, suda həll olmur. Buradan belə bir nəticə çıxır ki, siz açıb duzların suda həll olma dərsini də oxumalısınız uşaqlar. Y getdi. Kalsium karbonatın da reaksiyasından alınır kalsium NO3 2 dəfə karbon qazı. Bütün nitratlar suda yaxşı həll olur. Deməli, 63 eləyəcək D variantı. 64-cü suala baxaq. Hansı maddələr suda yaxşı həll olur? Burada deməli, kalium hidridin su ilə reaksiyasından kalium hidroksid qələvidir, suda həll olur. Kalium hidroksidin reaksiyasından kalium karbonat alınır. Kalium karbonat, deməli, indi burada bir balaca səhvlik var. Deməli, səhvlik yoxdur. Əslində, burada suyu ayırıbsa, deməli, kalium karbonat alınır. Kalium karbonatlı maqnezium xlorla reaksiyasına alınır. Maqnezium karbonat plus kalium xlor. Kalium xlora da verib. Maqnezium karbonat çöküntüdür, suda həll olmur. Kalium hidroksid qələvidir, suda həll olur. Kalium karbonat, natrium, kalium, amonium bütün duzlar suda həll olur. X ilə Y. Sualın düzgün cavabı C variantı. 65-ə baxaq. Hansı reaksiyalar məhlulda gedir? Deməli, 65-ci sualda birinci reaksiya gedəcək. Niyə? Duzla əsas o şərtlə reaksiya daxil olar ki, hər iki suda həll olsun, nəticədə çöküntü alınsın. Yoldaşlar, 2 getməz. Niyə? Çünki bu çöküntüdür. Əsas bundan kalium xlorla reaksiya daxil olmaz, çünki çöküntüdür. Deməli, birinci gedəcək, 2 getməyəcək. İkinci reaksiya getməz. Kalium hidroksid xlorla qızdırıldıqda da gedər, adi şəraitdə gedər və məhlulda gedir. 1-3 olacaq. 4 niyə olmur? Çünki hər iki suda həll olur, nəticədə çöküntü alınmır uşaqlar. Burada alınır natrium xlor plus kalium karbonat. Hər iki suda həll olur. Çöküntü alınmırsa reaksiya getmir. 66. Deməli, 66-cı sualda deməli getmir. Elə biri 1-dir. Niyə? Çünki duzla duz o vaxt reaksiya girər ki, hər iki suda həll olsun, nəticədə çöküntü alınsın. Hər iki suda həll olur və nəticədə çöküntü alınmır. Maqnezium sulfat da həll olur, sink nitrat da həll olur. Deməli, biri 1-dir. Onda bunların işimiz yoxdur. Bu reaksiya gedir, duzla əsas o şərtlə reaksiya daxil olar ki, hər iki suda həll olsun, nəticədə çöküntü alınsın. Çöküntü alındı. Deməli, 2-də gedir. Sonra bu nədir? Sink hidroksid. Natrium xlorla reaksiya daxil olmaz. Çünki yoldaşlar, sink hidroksid çöküntüdür. Əsasla duz o vaxt reaksiya daxil olar ki, hər iki suda həll olsun. Bu çöküntüdür. Çöküntü olduğuna görə bu reaksiya getmir. B variantı. 57-də, 67-də elə biri 1-dir. Niyə? Çünki maqnezium nitrat bir də mis sulfatın, 2 sulfatın reaksiyasından mis 2 nitrat maqnezium sulfat alınır və hər ikisi çöküntüdür. Üzr istəyirəm, hər ikisi suda həll olandır. Hər ikisi suda həll olur, nəticədə çöküntü alınmır. Deməli, birinci reaksiya getmir. Yəni 4-ə baxaq. 4 nədir?
Mis xloridlə barium nitrat. Yoldaşlar, buradan barium xloru alınır, mis 2 nitrat alınır. Yəni barium xlorla mis NO3 2 dəfə alınır. Heç biri çöküntü deyil. Hər ikisi suda həll olur. Amma nəticədə çöküntü alınmalı idi. Ona görə 1 ilə 4-cü reaksiyalar getmir. 68-ci sual. Manqan O2 H-xlorla xlorun laboratoriyada alınma reaksiyası. Manqan xlor 2, xlor 2 su. Xlor dəmirlə verir dəmir xlor 3. Dəmir xlor 3 kalium hidroksidinə verir dəmir OH 3 dəfə. Dəmir OH 3 dəfənin parçalanmasından alınır dəmir 2O3. 68-də eləyəcək B variantı. 69. Sadəcə indi burada variantları yerinə qoymaqla, yəni variantları işləməklə yazacağıq. Sink S-in yəqin ki, burada hidrolizi nəzərdə tutur. Gəlin bir dənə sinkin özünə baxaq, hər iki variantlara. Sink oksid amfoterd reaksiya getməz. Sink üzərinə gəlsin su, alınır sink oksid. Eləmi? Sink oksid H-xlorla sink xlor 2, bəli. Sink xlor 2-də 4 molekul kalium OH-la, bəli yoldaşlar, kalium 2 SiO2 verəcək. Kalium 2 SiO2. O da eləyəcək, deməli 69-da D variantı. 70-ə baxaq. Kalsium oksid. Kalsium oksidin su ilə kalsium hidroksid. Kalsium hidroksidin kalium karbonatla kalsium karbonat. Kalsium karbonatla karbon qazı su ilə reaksiyasından alınır kalsium hidrokarbonat. 70-də də D variantı olacaq. 71-ci sual baxaq. Natrium nitratın nə ilə reaksiyasından natrium HSO4 alınır. Yəqin ki, sulfat turşusu nəzərdə tutur. Və yoldaşlar, bu qatı sulfat turşusu olacaq. Nitrat dərsində bu reaksiyalar keçmişik. Bu söhbət qatı sulfat turşusundan gedir. Bu olmaz. Bu olmaz. Kalium HSO4 olmaz. Natrium HSO4. İndi natrium HSO4-ün yoldaşlar, natrium OH-la reaksiyasından natrium 2SO4 plus su alınır. İndi natrium 2SO4-ün barium xlorla reaksiyasından barium sulfat çöküntüsü alınır. Natrium xlor suda həll olan birləşməsi alınır. 71-də eləyəcək A variantı. 72. Burada da sadəcə variantları yerinə yazmaqla işləyə bilərik. Baxaq, argentium nitratdan 3 dənə verib. Yəqin ki, cavab argentium nitratdan biri olacaq. Argentium nitrat gəlsək, burada alınır kalium nitrat alına bilər. Bəli, kalium nitrat, argentium xlor. Kalium nitrat alınır. Kalium nitratın bayaq dedik, duru sulfatla reaksiyasından və yaxud da qatı sulfatla reaksiyasından kalium 2SO4 da alınır, kalium HSO4 da alınır. Deməli, indi Z nə ola bilər? Z aydındır ki, natrium xlor olmaz. Niyə? Çünki natrium xlor olsa alınar kalium xlor plus natrium 2SO4. Hər iki suda həll olan amma çöküntü alınmalıdır axı. Sualın düzgün cavabı variantı. Çünki biz bura barium xlorid yazsaq, kalium sulfatla barium xlorid, kalium xlor üzərinə gəlsin, barium SO4 çöküntüsü alınır. Duzla duz o vaxt reaksiya girər ki, yoldaşlar, hər iki suda həll olan olsun, nəticədə çöküntü alınsın. 73-cü suala baxaq. Yenə gümüş nitrat 2 dənədir, nitrat turşusu 2 dənədir. Yoldaşlar, bu axırla gedə bilər. Bir dənə fikir verin. Kalsium ortofosfatın üzərinə biz bilirik ki, H3PO4 gəlsək kalsium dihidroortofosfat ala bilərik. Deməli, H3PO4 olandır. Ya cavabım B-dir, ya D-dir. Y deməli, natrium 3PO4 hər ikisində. Onda buna baxsaq, yoldaşlar, kalsium xlor 2 üzərinə gəlsin HNO3. Nitratla xlorid bir sırada yerləşir, bir-birini sıxışdırıb çıxarda bilməz. Qalır B variantı. Kalsium xlor 2 üzərinə gəlsin argentium NO3. Burada alınır kalsium NO3 2 dəfə. Üzərinə gəlsin gümüş 1 xlorid çöküntüsü. Sualın düzgün cavabı B variantı. Hansı mərhələlər doğru deyil? Elə biri birdir. Aktiv metalın bu reaksiyalarda işi yox dedik. Axı aktiv metal məhlulundan reaksiya girdikdə əvvəlcə o məhlulda olan su ilə reaksiya daxil olar, natrium OH plus hidrogen verər. Daha sonra həmin o natrium OH mis 2 sulfatla reaksiya daxil olar, mis OH2 verər, üzərinə gəlsin natrium 2SO4.
Amma bu verib ki, mis olsun. Deməli, elə biri bir səhvdir. Maşallah, bir də bütün variantlarda var. Mis xlorla mis xlor 2 verər. 2 düzdür, 2 düzdür. Mis xlor 2 xlorid, kalium hidroksid, mis 2 hidroksid verər. Bəli, bu da düzdür. Deməli, 3 də düzdür, 4 səhvdir. Yoldaşlar, turşuların oksidləşmə reaksiyası. Deməli, burada bir dənə gözlüyün görək. Bəli, qalır onda bir dənə 74-də də B variantı qalır. Bu turşuların oksidləşməsindən, deməli, qarışqa turşusunun oksidləşməsindən mis karbon qazı bir də su alınır. Mis 2 oksid alınmır. Mis karbon qazı bir də su alınır. 74 üzvü reaksiyadır. 75-ci sual. Burada alınacaq natrium OH. Çünki natrium xlorun üstə məhlul elektrolizi katodda hidrogen, anodda xlor, məhlulda qalır natrium OH. Natrium OH birin birə öz səhər şərt verib. Deməli, orada alınacaq natrium hidrokarbonat. Natrium hidrokarbonatın parçalanmasının natrium karbonat, karbon qazı, su. Z maddəsi natrium karbonatdır. Natrium karbonat 75-də cavab A variantı. 76-ya baxaq. Sink 2 nitratın parçalanmasından NO alınmaz. Bu alınmaz. Deməli, A deyil, D deyil. Yəqin ki, B ilə C variantından biri olacaq. Yox, C ilə Y də ola bilər. Baxaq. Hə, Y də var. Y də ola bilər. B-ni yazsaq, bir dənə baxaq. Sink üzərinə gəlsin xlor 2 alınar, sink xlor 2. Bəli, bu olacaq yoldaşlar. Sink xlor 2-də gümüş bir nitratla reaksiyasına argentin xlor çöküntüsü alınar. Bir də sink nitrat. Yadınıza saxlayın. Duzla duz o şərtlə reaksiya daxil olar ki, hər iki suda həll olan olsun, nəticədə çöküntü alınsın. Davam edək. Bir dənə baxım görüm ekran kaydı gedir. Bəli, gedir. 77-ci sual. Dəmir qatı sulfatla dəmir 2 SO4 SO2 su. Yəqin ki, bu SO2-dir su olmadığına görə. Bu getdi, bu getdi. Bu da getdi. Sonra SO2 natrium OH ilə natrium HSO3 də ola bilər. Natrium 2 SO3-ü verib. Natrium 2 SO3 daşı xlorla natrium xlor. Deməli, natrium xlor bir də H2SO3. O da natrium xloru verdiyinə görə sualın düzgün cavabı B variantı. 78-nə pis düşüb bunlar. Kalsium OH xlor üzərinin gəlsin H xlor. 1 mol su çıxır, qalır kalsium xlor 2. Kalsium xlor 2-nin də yəqin gümüş bir nitratla reaksiyasından duzla duz o vaxt reaksiya girər ki, hər iki suda həll olsun, nəticədə çöküntü alınsın. Qalır kalsium NO3 2 dəfə. Deməli, Y-in buymuş. Deyir, bunda termiki parçalanmasının aktiv metal nitratıdır. Alınır nitrit, üzərinə gəlsin O2. C variantı. 79. Hansı mərhələdə azot, diazot monoksid? Diazot monoksid nədir? Baxaq. Misin duru ilə reaksiyasından burada alındı NO. NO oksigenlə verdi NO2. NO2 bununla verir deməli HNO3. HNO3 bəli, NH4 NO3 verəcək. NH4 NO3-ün də parçalanmasına bəli N2O plus 2 mol su əmələ gəlir. 5. D variantı. 80-ci sual. Bu reaksiyadan bayaq dedik, alınır karbamid CO NH2 2 dəfə 2 mol ammoniakla reaksiyasından. Magnezium oksid plus CO deyəsən qaldı Y variantı. Karbon qazı, ammoniak, su, magnezium hidrat, ammonium hidrokarbonat verir. 80-də Y. 81. Hansı mərhələdə nitrat turşusunun duzları alınmır? Baxaq. A-da alınır. Niyə? Natrium karbonatın bir-iki reaksiyasına alınır. Natrium NO3, natrium NO2 plus karbon qazı. Deməli, bu nəymiş? Natrium nitrat, çünki natrium NO2-ni verib, karbon qazlı oksidi, deməli, X natrium nitrat imiş, duz alındı.
nitrat turşusunun duzu alındı. Natrium nitratın kalium xlorla reaksiyasına 100 dərəcədə yoldaşır. Bu da gübrənin alınmasıdır. Burada alınır. Deməli, natri xlor plus kalium NO3. Kalium nitrat gübrəsinin alınmasıdır. Fikir verək, yenə nitrat turşusunun duzu əmələ gəldi. Deməli, bununla da işimiz yoxdur. İndi qatı sulfatla kalium HSO4, deməli, reaksiya bununla gedib. Kalium NO3-ün, bu nədir, gəldi, düşdü bura. Qatı sulfatla reaksiyasından kalium HSO4 plus HNO3 qalır. HNO3 deməli X, HNO3. Yoldaşlar, bu reaksiyadan nitrat turşusunun duzu alınmadı. Nitrat turşusunun özü alındı. Nitrat turşusunun maqneziumla reaksiyasından maqnezium NO3 əmələ gələ bilər. Deməli, dördüncü reaksiyadan da nitrat turşusunun duzu əmələ gələr. Yalnız 3, bu halda nitrat turşusunun duzu əmələ gəlməz. 82-ci suala baxaq. Nə verib bizə? Kalsium orta fosfatın silisium O2 reaksiyası. Kalsium silisium O3. Deməli, kalsium silisium O2, silisium O2 yoldaşlar turşu oksididir. Turşu oksidi P2O5-i çıxarda bilərdi. Bu reaksiyaları silisium O2 dərsində keçmişik, oksidlər dərsində keçmişik. P2O5-i çıxarır. P2O5 3 molekul kalsium oksidlə kalsium orta fosfat verir. Kalsium orta fosfat verir. Kalsium orta fosfatın da 4 molekul H3PO4 ilə kalsium dihidroortofosfat 2 qat superfosfat gübrəsinin ilə alınma reaksiyasıdır. A variantı. 83-cü suala baxaq. Bir dənə belə eləyək. Deməli, yenə P2O5-i sıxışdırıb çıxartdı. P2O5. Bu ikisi deyil. P2O5 su ilə reaksiyası, yəqin bu sadəcə qızdırılmanı nəzərdə tutur. Əslində H3PO4 də ola bilər, H4PCO7 də ola bilər, amma bu T verəndə sadəcə 100-ü nəzərdə tuturuq. Olur H3PO4, bu da olar, bundan işimiz getdi. H3PO4-ün də nitratla reaksiyasının argentium 3PO4 alınacaq. Yəni orta fosfat turşusu. Yoldaşlar, əslində belə bir şey var. Argentium NO3 üzərinə gəlsin H3PO4. Deyirik ki, orta fosfatla nitrat bir sırada yerləşir, bir-birini sıxışdırıb çıxara bilməz. Amma bu reaksiya argentium 3PO4, PO4 ionunun, PO4 3 mənfi ionunun təyin olduğuna görə bu reaksiya gedəcək. Burada alınır sarı rəngli çöküntü əmələ gəldiyinə görə bu reaksiya gedir və sualın düzgün cavabı olur Y variantı. 84-ə baxaq. Kalsium orta fosfatın deməli silisium O2 karbonla reaksiyası. Kalsium silisium O3 fosfor CO. İndi bu fosfor da aydın 5 molekülünü verdiyinə görə bu P2O5-in alınmasını nəzərdə tutur. P2O5. P2O5 ilə su ilə qızdırıldıqda verəcək H3PO4. Z maddəsi, yəni bu maddə molekulunda atomların cəmi 3, 4, 4, 4, 8. Sualın düzgün cavabı Y variantı. 85-ci sual. Gəlin bunları belə eləyək. Deməli, dəmir 3 nitratın parçalanmasından orta aktiv metaldır, verdi NO2. Natrium karbonatla reaksiyasından alındı karbon qazı, karbon qazına reaksiyasından alınır karbamid. CO NH2 2 dəfə. Sualın düzgün cavab variantı. Hansı maddələrdən gübrə kimi istifadə olunur? Yoldaşlar, X-dan, daha doğrusu X1 olur natrium nitrat gübrəsi. Adından da göründüyü kimi. Deməli, bundan gübrə kimi istifadə oluna bilər. X1-dən gübrə kimi istifadə olunur. Bu reaksiyadan alınır. Bu sırf kalium nitrat gübrəsinin alınma reaksiyasıdır. Deməli, X2 də gübrə istehsalında istifadə olunur. Kalium NO3-ün sulfatla reaksiyasından kalium HSO4 üzərinə gəlinsin. Deməli, kalium nitratın kalium HSO4 üzərinə gəlsin olur HNO3. Deməli, bu da X3-dür. X3 turşudur. Yəni turşudan niyə gübrə kimi istifadə olunsun? Deməli, X3-ü götürə bilərik. Ona görə bu da deyil. X3 nə oldu? Nitrat turşusu. Nitrat turşusunda amoniakla reaksiyasından alınır. Deməli, NH4NO3 ammonium nitrat gübrəsi. Bu da gübrə kimi istifadə olunur. Deməli, yalnız nitrat turşusunun özündən
gübrə kimi istifadə etmək olmaz. Nitrat turşusundan gübrələrin alınmasını xam mal kimi istifadə edə bilərik. 87-ci suala baxaq. Kalsium ortofosfatın silisium karbondan kalsium, silisium 3, fosfor, CO. Yəni bu fosfordur, ağ fosfor. Deməli fosfor. Fosforun kalium xlor üçün kalium xlor P2O5, P2O5. Fosfor kalsium 3 P2. Fosforun bu da yoldaşlar duru nitratın reaksiyasının fosforun deməli fosfor nitrat turşusu ilə deməli reaksiyası nəzərdə tutur. Buradan da alınır nə alınırdı? Fosfor. Yoldaşlar bu duru nitratı. Duru nitrat isə alınacaq yəni. Bir dənə bir şey fikir verək. Fosfor üzərinə gəlsin HNO3, üzərinə gəlsin su olduqda, deməli bu duru nitrat nəzərdə tutulur. Burada alınır H3PO4NO. Əgər olsaydı fosfor üzərinə gəlsin HNO3, onda alınardı H3PO4 üzərinə gəlsin NO2, üzərinə gəlsin su. Bu halda bu olacaqdı qatı nitrat. Bax, bunları qarışdırmayın. Əgər oxun əvvəlindədirsə su, turşumuz durudur. Oxdan sonrası su, deməli turşumuz qatı turşudur. Deməli P2O5 kalsium 3 P2 NO. Qəşəng 4-cü qrup səviyyəli bir sualdır. 88. Y maddəsi. Bu mis 2O, yəni mis 2 oksid. Mis 2 oksid karbondan mis qatı nitratla mis NO3 2 dəfə üzərinə gəlsin. Qatıdırmı? NO2 üzərinə gəlinsin su. Aydındır ki, bunlar arasında parçalanan X3 budur. Bunun parçalamasından da NO2 əmələ gəlir. Həmçinin mis 2 nitratın parçalamasından nə alınır? Mis 2O, NO2, mis O verib, səhv verib. Mis 2O, NO2, bir də oksigen qazı. Sualın düzgün cavabı 88-də Y. 89. Kalsium silisium 3, burada alınacaq fosfor, CO. Burada oldu P2O5. Burada oldu deməli P2O5-in suyu ilə olur H3PO4. Bu isə 2 qat super kalsium H2PO4 2 dəfə 2 qat superfosfat gübrəsinin alınmasıdır. Gübrə kimi istifadə olunur. Fosfor özü gübrə deyil, P2O5 gübrə deyil, H3PO4 gübrə deyil, amma bu 2 qat superfosfatdır. Deməli 89-da cavab A variantı. 100 dənə test işləyə yekunlaşdıraq. 90-cı sual. Dəmirin qatı nitratla reaksiyasından dəmir NO3 3 dəfə əmələ gəlir. Dəmir NO3 3 dəfənin parçalanmasından verir dəmir 3 oksid, dəmir 2O3. Bu deyil, bu deyil, bu deyil. Ya budur, ya budur. Dəmir 3 nitratın natrium OH reaksiyasından dəmir 3 hidroksid valentliyi dəyişə bilməz. Dəmir 3 hidroksid əmələ gələcək, o deyilir A variantı. Singin üzərində dəmir sink metalını dəmir nitrat məhluluna əlavə edildikdə sink nitrat plus sərbəst dəmir əmələ gəlir. 91. Hansı mərhələlər doğru deyil? 94-də kim götürək? Deməli, H2O2 ilə manqan O2 deməli, manqan O2 təsirində hidrogenin alınma üsuludur, bəli. Bir doğrudur. Deməli, hansı mərhələlər? Yox. H2O2 ilə manqan O2 təsirində, yox, hidrogen alınma deyil, yoldaşlar. H2O2, manqan O2, bu oksigen alınmasıdır. H2O üzərinə gəlsin O2, amma verib hidrogen. Deməli, bir səhvdir. Bu da ola bilər, bu da ola bilər, bu da ola bilər. Bunlar deyil. Natrium hidrogenlə natrium hidrid deməli 2 doğrudur. 4-ə baxaq. Yoldaşlar, maqnezium natrium OH məhluluna reaksiya daxil ola bilməz. Natrium OH məhluluna reaksiya daxil olurdu. Berilyumdur, sing idi, alüminium idi, silisium idi. Bunları nəzərdə tuturduq. Deməli, sualın düzgün cavabı C variantı. 92. Hansı mərhələlər doğrudur? Natrium peroksidin üzərinə karbon qazı yayılır. Natrium karbonat, oksigen. Birinci mərhələ maşallah doğrudur. Oksigen katalizatorla NO verir. İkinci mərhələdə doğrudur. NO su ilə, yox, NO2 olsa verərdi. 4 də doğrudur. Niyə? Çünki nitrat karbonatı sıxışdırıb çıxardır. Kalium nitrat plus karbon qazı.
A variantı. Hansı mərhələlər doğrudur? Yoldaşlar, burada 93-cü sualda bir səhvdir. Niyə? Çünki burada katalizator versə NO alınır. Katalizatorsuzsa NO alınır. Bir səhvdir. Deməli 2 doğrudur, bəli. Karbon qazı alınır. 3 də doğrudur yoldaşlar. Çünki natrium karbonat plus oksigen alınır. Xlor da oksigenlə reaksiya daxil olunur. Z maddəsi. Bu oldu H2O. Bu oldu hidrogen. Bu oldu H2O. Bu olacaq sink oksid. Z maddəsi deməli sink oksid imiş. 94 D variantı. Davam edək 95-ci suala. Mis plus H2O, dəmir 3O4 plus hidrogen, natrium hidrid, natrium hidridin suyla reaksiyasından natrium hidroksid. Sualın düzgün cavabı 95-də B variantı. 96. Natrium, deməli natrium 2 silisium O3, natrium 2 silisium O3 verəcək H2 silisium O3, olacaq silisium O2. Silisium O2 magneziumdan magnezium silisium O3, magnezium metasilikat 96'da A variantı. Hansı mərhələlər doğru deyil? Mis oksigenlə yoldaşlar reaksiya daxil olur. Doğrudur. 1 düzdür. 1 getdi, 1 getdi. Mis oksid, mis plus H2O 2 də düzdür. 2 də düzdür, 2 də düzdür. Yoldaşlar, bəli. 3 niyə səhvdir? Mis H2O-la reaksiya daxil olmur. 5 niyə səhvdir? Mis 2 hidroksid çöküntüdür. Suda həll olmayan qələvidir də. Yəni suda həll olmayan əsas duzla reaksiya daxil olmaz. 97-də də eləyəcək Y variantı. 98. Burada alınır deməli kalsium dihidroortofosfatın üzərinə kalsium hidroksid alınır. Kalsium ortofosfat X1. Kalsium ortofosfatın karbon silisium O2 ilə reaksiyasından kalsium silisium O3 fosfor CO. Yəqin ki bunu fosfor kimi başa düşülüb. Fosfor kalium xlor ilə kalium xlor P2O5. Yəqin bu P2O5 kimi başa düşüb. P2O5-in də su ilə reaksiyasından alınır H3PO4. H3PO4-də deməli sigma rabitələrin sayı H3PO4 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə sigma rabitə var. 98-ə cavab yox. Y maddəsində bəli, elə C variantı. 7 dənə. 99. Dəmir dırı ilə dəmir SO4, dəmir 2 sulfat, burada sərbəst dəmir. Z maddəsi isə dəmirin qatı ilə dəmir NO3 3 dəfə. Deməli bu da bu. İndi variantlar var. Qızdırıldıqda dəmir 2 oksid alınır. Bəli, yox, qızdırıldıqda dəmir 2 oksid alınır. Səhvdir yoldaşlar. Dəmir 3 oksid alınır. Dəmir deməli 2O3 üzərinə gəlsin NO2 üzərinə gəlsin O2. Bir səhvdir. Hidrolizlə turş mühit yaranır. Dəmir NO3 3 dəfə. Zəif əsas qüvvətli turşu. Bəli, turş mühit yaranır. Xlorid turşusunə reaksiya daxil olur. Yoldaşlar, dəmir NO3 3 dəfə xlorid turşusuna reaksiya daxil olmur. Niyə? Çünki xloridlə nitrat bir sırada yerləşir. Bir sırada yerləşənlər çöküntüləri nəzərə almayaq, bir-birini sıxışdırıb çıxarda bilməz. Ona görə 3 də səhvdir. Sualın düzgün cavabı, yəni səhv variantlar soruşur. D variantı olacaq 100. Variantlarla işləyək. Maşallah. Yəqin ki yoldaşlar, bu kalium xloroid olacaq. Çünki X maddəsi kalium xloroid olacaq. Yəni fikir versək, kalium xloridin H-xlorla reaksiyasından alınır kalium xlor, üzərinə gəlsin xlor 2, üzərinə gəlsin su. Deməli bu kalium xloroiddir. Kalium xloroidin onda Y oldu xlor qazı. Xlorun kalium qızdırdıqda yenə alınır kalium xloroid. Hansı ki bax X maddəsi idi. Kalium xloroid. Kalium xloroid manqan O2 reaksiyasından kalium xlor plus oksigen,
Kalium xlorun suda məhlulun elektrolizinə katodda hidrogen, anodda oksigen, məhlulda isə qalır. Yox, anodda oksigen nədir? Anodda xlor. H2, xlor 2, kalium OH. Qalır bu. Onda Z maddəsi də kalium xlor. Sualın düzgün cavab eləyəcək 100-də C variantı. 101, 102-ni də həll eləyək qalmasın. Dəmir H xlorla verir dəmir xlor 2. Y-kim deməli dəmir xlor 2-dir. Dəmir xlor 2 natrium OH nə verəcək? Dəmir OH2. OH3 olmaz. Ya cavabım D ya Y-dir. Deməli, yoldaşlar CO ilə reaksiya daxil olursa aydın ki, bu dəmir odur. Biz polad çubuğun istehsalında, daha doğrusu çubuğun istehsalında danışdıq da bunu. Deməli, sərbəst dəmir reduksiya eləyir. CO-nu da yazmışıq. Deməli, sualın düzgün cavabı D variantı. 102-də silisium, deməli, silisium plus CO. Aydındır ki, bu silisiumdur. Silisium. Çünki kalium hidroksid məhluluna daxil olursa, burada olacaq kalium 2, silisium O3 üzərinə gəlsin hidrogen. Aha. Kalium 2, silisium O3 də ola bilər, hidrogen də ola bilər. CO ilə təzdən kalium 2, silisium O3 reaksiya daxil olmaz, hidrogen olar. Y variantı. Yoldaşlar, deməli, YCO hidrogen imiş ki, biz bilirik ki, CO ilə hidrogen, məsələn, 1-in 2-yə nə verir? CH3, OH. Yadınıza düşür. CO hidrogenlə 1-in 1-ə verir. Məsələn, qarşı qaldehidi 1-in 1-ə. 1-in 2-yə məsələn bunu verir. 1-in 3-ə nə verirdi? 1-in 3-ə verir, məsələn, metan, üzərinə gəlsin su. 2-in 3-ə nə verir uşaqlar? 2-nin 3-ə verir, deməli, etilen glikol 2 atomlu spirt. CH2OH, CH2OH. Bu nöqteyi nəzərdən 102-də də eləyəcək Y variantı. Bu günlük bu qədər. Hardasa 200 neçə testdir. Bu 102-sinin yarısını izah elədik. Növbəti səfərdə digər yarısını izah eləyərik.